Elgin könül isterdi ki bizden beraber gidesin. İster ama ona bizim önce dalımızda geldi. Arkamıza geldi. İnşallah qayıdıb onsuz da bir seyahatimizi bir yerde yapalım. İnşallah. Orada sen... Beyler, biz gedirik. Gezməklərə. Hara gedirik? Gezməklərə. Onu bildirmək istəyirəm ki, Flyblastdan uçuş eləyirik. Bizə bildirdilər ki, biraz çətinlik yarada bilərlər sizə. Əl bagajlarında 4 dənə bizim əl bagajı 8 kiloluq yükümüz və 2 dənə də 20 kiloluq yükümüz var idi. Hansı ki sağ olsunlar, onlar bizə güzəşt elədilər və əl yükü bagajlarımızı verdilər kabinə. Deyirəm ki, Elgö, yəni Allaha qurban şansımız gətirdi. Nədə? Bunda. Düzdürmü? Əlbəttə ki, çantalarda. Hə, çantalarda. Çantalarda. Allahdan tək diləyim. Uşaqlarla çıxdığım bu yolda Emir yenə də məni yarı yolda qoymaz. Hər zaman olduğu kimi yenə də mənə köməklik göstərər uşaqlarla olduğuma görə. Əlbəttə ki. Yəqin yay tətili olduğu üçün maşallah millət var. Sizə qurban olaram elə mən, gözümün nurları. Ay Allah, balalarım böyüyüb artıq. Öz çamadanlarını özləri daşıyırdılar. İndi birincini mən gedirik, sonra da uçağa. Ay Allah, ancaq motuğum düşünür, motuğunu bəsdir də, qarnı qolu bəsdir də. Nə qədər sən yemək düşkünüsən, nə qədər yemək istəyirsən bəsdir də. Çünki çox açmışam. Aa, indi geçin. Onun gözündə yay tətili bilirsiniz nədir? Yay tətili onun gözündə yeməkdir. İndi görüm sən oteldə yemək yeyəcəksən yoxsa yox. Yeməyəcəm. Nəhayət gəldik, çatdıq Dalamana. İndi gedirik otelimizə. Yorğunsan aşkım? Hə. Çox yorğunsan, bir damcı. Bir dam. Yorğunsan sən? Hə? Amma mən bir ana olaraq çox yorğunam qızlar. Niyə ki bu çünki yatıb. Mən yatmışam. Mən yatmışam. Çox yorulmuşam, çox. Artıq ikinci dəfədir ki, ikinci ildir gəlirik ən sevimli otelimizə, Liberty Signa. Çok teşekkür ederiz. Çok sağ olun. Buyurun. İlk olaraq otağımızın açarını bizə təhvil verdikdən sonra valizlərimizi də birbaşa otağımıza aparırlar. Neçənci mərtəbəyə basın? İkinci. Siz geçin efendim, ben Tamam. Tamam. Otağımıza